Xatirə qutumda nə var? Onlara baxırıq. Mən bunu abituriyent olan vaxtı tutmuşdum. Sosial mediada belə bir akam vardı ki, xatirə qutusu tuturdular. Və mən də bu akama qoşulmaq istədim. Harca 11-ci sinifdə, yəni keçən il bu qutunu tutdum. Görüntüsünü göstərim belə. İsimli onlara sizlərlə birlikdə baxacağıq. İlk növbədə buradakı güllər bu qutuya sığmadığı üçün belə rezinlə üstünə taxmışam. O günlər 8 martda anam bizə vermişdi. Bu mənim, bu da bacımın. İndi isə qutunun özünə baxaq. Qutunu açırıq. Burada mənim ilk mikrofonumun adapter qabı var. Hətta mikrofonun qabını da göstərim. Baxın, mikrofon hal-hazırda orada istifadə etdiyim mikrofonun adapter qabı var burada. Bu jurnalistika ixtisasına görə aldığım ilk texniki avadanlıqda, ona görə bu xatirə qutusunu qoydum. Burada da Tony'yə bənzər makyaj təmizləyici var. Burada ilk makyaja aid bir şey olduğu üçün burada qoymuşam. Üniversite qəbul oldum deyə sevindiyim o saf günlər. Burada üniversitenin logosunu insan niyə bura qoyarım. Burada isə bir hədiyyə paketini qoymuşam xatirə olaraq. Və burada belə göstərim, çünki belə şəkillərdə çox insan üzü düşməsin deyə. Burada da 9-cu sinif və 11-ci sinif buraxılış siniflərində çəkdiyimiz şəkillər var. Duygulandıq. Burada isə məzun lentimiz var. Lentim var daha doğrusu. Burada məzun lentim var 11-ci sinif üçün. Paltarımız göyrək deyil. Göyrəyin içində ağ lent gözəl gedərini düşündük. Bu da mənim bacımın mənə hədiyyə etdiyi bir hədiyyə edeyim. Balaca bacımın göstərim belə. Bunu da belə saxlamışdım. Bu da balaca bacım hədiyyələrindən biriyim. Burada isə 11-ci sinifdə nə deyirlər buna? Kurdele bantik, saç bantiği. Bu. Burada məşhur bir Türk ünlünün adı neydi? Yüksel amcanın. Yüksel amcanın imzası var burada. Xatirəsi olaraq qabından bir parça koydum bura. Burada isə anamın mənə aldığı hədiyyə. Amma bu qırılmışdı. Amma yeni xatirə qutusuna qoymaq istədim. Burada isə yine bacım mənə verdiyi gül. Aha. Ən dəyərli olanların hamısı dəyərli onsuz da, amma bıdılqası jurnalistika fakültəsində oxuduğumu demədən göstərməliyəm. Hala qoyun. Burada isə kuzenim olan Chelsea Date'in xatirəsi. Baxın, Lego budur. Lego'dan bir parça daha qoymuşam. Burada isə xalam qızının imtahandan öncə mənə yazdığı xeyir dua. Əldə bunu saxlayıram. 11-ci sinifdə bunu eləmişdik. Sonra burada isə bacıma da almışdım, özümə də almışdım. 11-ci sinif uşağı. Baxın. Elə. Adını bilmirəm. Neyse. Bu da bir hədiyyənin qapağı. Nədir? Bu da mənim hədəflərimi yazdığım bir kağız. Keçən il hədəflərimi yazdığım bir kağız. Bunu da balaca bacım eləyim. Sonra nə göstərə bilərəm? Aha. Çox məsuliyyətli bir insandır. Yəni ikinci bloka hazırlaşmazdan öncə, yəni imtahana 1-2 saat qalmış qısa özət. İçinə şey yazmışam. Yine bacımın hədiyyəsi. Yəni bu hədiyyələr mənim üçün çox dəyərlidir. Bu da
9-cu sinifdə çəkdiyim şəkillər idi. Aha, bunlar bilirsiniz nədir? Bunlar jurnalistikanın qabiliyyət imtahanına hazırlaşarkən yazdığım esselərdir. Bir ay o imtahana hazırlaşmışam. Bir ay. İmtahanında 8 almışdım. Baxın, hamısını da saxlamışam. Aha, indi keçək başqa şəkillərə. Bir şəkil daha var. Bir şəkil daha var və bir şəkil daha var.